sizi yaxında nə gözləyir? O, maddi gəlir, pul gözləyir sizi. Oo, прекрасно, çok güzel. Bu kart aile xoşbəxtliyindən danışır. Aile firavanlıqdan, xoşbəxtlikdən, rahatçılıqdan. Görürsünüz nə qədər hədiyyələr. Ola bilsin hədiyyə alacaqsınız. Özünüzə ya yaxud da kimsə alacaq sizə hədiyyə. Stabil həyat sizi gözləyir. Maddi baxımdan rahatçılıq, xoşbəxtlik. Hansısa bir uzun müddətli neysə gözləyirdiniz çoxdan. Bax o gəlir. Bütün dünyasını. Yəni bu Fortuna kartıdır. O deməkdir ki, Fortuna indi sizin üzünüzə bəxt, üzünüzə güləcək. Yollar açıq. Ne güzel, ne geçin. Bu ola bilsin neyse alacaqsınız da, böyük alışveriş de olabilir ailənizdən, işinizdən gəlir ola bilsin gəlsin. Müştərilərlə çalışırsınızsa qazancınız artacaq. Burada göstərir ki, hansısa bir vəziyyət sizin aydınlaşacaq və aydınlıqdan sonra huzur, rahatçılıq və sevinç yaşayacaqsınız. Yəni yeni etapa keçirsiniz. Hasant, rahat etapa geçirsiniz. Bu aydınlık qapılar açacaq sizə. Azadlığa, xoşbəxtliyə, sevincliyə. Yəni siz bu haqda çox düşünürdünüz. Çıxırsınız. Bəli. Ağırlıq var idi. Bəli. Çətinlik var idi. Ağır bir yükün sonuna gəlmişsiniz burada göstərir. Yeni bir fürsət, ideya ola bilsin yaranacaq sizdən. Lakin bu uğuru qazanmaq üçün siz tələsməli deyilsiniz. Yəni daxili tarazlığı qorumalısınız və səbirli olmalısınız. Yəni bunu siz yeni vəzifədə də başlaya bilərsiniz. Yeni vəzifə, yəni şagird kimi də nəyəsə başlaya bilərsiniz. Bu sizin üçün maraqlı olacaq. Çox burada yükünüz ağırdır. Sanki yorulmusunuz ucu hansısa bir vəziyyətdən. Yəni bu çətinliyin sonudur, kulminasiyasıdır. Yavaş-yavaş, tələsmədən, təbii ki, addım yavaş-yavaş ata-ata və fürsətləri həyata keçirdəndən sonra uğuru çox asan qazanacaqsınız. Özünüzü ələ almalısınız və tarazlığınızı qorumalısınız. Bəli, sizi uğur gözləyir burada. İşıq. Lakin bu kombinasiya hər şey göründüyü kimi deyil. Asıllılığınız var. Nədənsə asıllılığınız var. İnsan ola bilsin keçmişə bağlı nostalji yaşayır və reallaşmayacaq xəyallar qurur. İnsan burada köhnə günləri xatırlayır. Amma özünü də burada eyni anda aldadır. İnsan ola bilsin görünən aydınlığın arkasında da gizli hiyləgərlik, manipulyasiya və asılılıq ola bilər, var. İnsan özünü burada xoşbəxt kimi göstərsə də əslində yalan ya və yaxud da mənfi təsirlər altında ola bilər. Çünki bu ona işarə edir. İblis və 7 qılınc. Günəş və ulduz kartlarının birləşməsi böyük uğurdan və xoşbəxt